Nəhayət ki, o gün gəldi çatdı. Mən bu videonu çəkirəm. O qədər çox mesaj alıram ki, Instagramdan, LinkedIn'dən, WhatsApp qruplarından. Hamı çox maraqlanır İtaliyaya. İtaliyaya necə gəlmək olar? Hansı universitetləri seçmək lazımdır? Təqaüd almaq asandırmı, çətindirmi? Vizanı necə aldın? Hansı sənədlər verdin? Ümumiyyətlə İtaliyada yaşamaq necə bir şeydir? Mən də dedim ki, bütün bu sualların cavabını bir videoda toplayım və bunların hamısını bir izah eləyim. Əgər sən də İtaliyada təhsil almaq istəyirsənsə, ümid edirəm bu video sənə kömək olar. Bu videonu part 1, part 2 olaraq düşünmüşdüm eləyim. Amma sonra qərara gəldim ki, bir ümumi video eləyim. Əgər istək olarsa ya da başqa suallar yaranarsa, yeni bir video çəkərəm. Bu videoda öz təcrübəmdən danışacağam. Universitetlər haqqında, təqaüdlər haqqında, viza almaq prosesi haqqında. Əslində İtaliyaya gələndən sonra oturum izni, bu prosedurlar necə olur, onlarda danışmaq istədim. Sadəcə video çox uzun olacağı üçün düşündüm ki, əgər bu gələcəkdə lazım olsa belə bir video çəkərəm ayrıca. Bu isə İtaliyaya getməsinin əvvəlki prosesinin bələdçisi olacaq, belə deyək. İlk öncə eləməməli olduğunuz səhvlərdən danışacağam. Ən böyüyü, xaricdə təhsil almaqla bağlı köməklik edən şirkətlərə əsla müraciət eləmirsiniz. Yəni bunu mən özüm eləmişəm. Ehtiyacınız yoxdur. Yəni inanın mənə ehtiyacınız yoxdur. Sadəcə eləməli olduğunuz şey vaxt ayırmaqdır. Sonra böyük məbləğlər ödəyib sizin yerinizə universitetlərə müraciət eləməklərini istəyə bilərsiniz. Amma ehtiyac yoxdur. Mənim təcrübəmdə necə oldu? Yəni çox böyük bir məbləğ aldılar, amma onun qarşılığını mən almadım. Ən önəmli universitetlərdən biri olan Polimiyə müraciət edə bilmədim. Nəyə görə? Çünki onlar laqeyd yanaşdılar, deadline qaçırdılar. Bir müddət sonra deadline təzədən activate olunmuşdu, amma bundan xəbərləri yox idi və yenə müraciət eləmədilər. Halbuki yəni bu prosesdə özü keçən qrup yoldaşlarım olub, hansı ki müraciət eləyiblər o həmin qısa periodda. Və mən özümü çox günahlandırmışdım ki, kaş ki bütün proseslə özüm məşğul olardım. Sadəcə o periodda tezis və s. başım qarışıq idi başqa işlərə. Köməklik göstərəcəklərini düşünmüşdüm. Amma unutmayın ki, sizdən başqa, sizin qədər bu prosesi önəmsəyən biri olmayacaq. Yəni gələcəyinizdir, belə deyim sizə. Mənim təcrübəm, yaxınlarımın təcrübəsi, hamı bir sözlə deyir ki, yəni laqeyd yanaşıblar. Bu bir first of all, bu bir not olsun sizə. Yəni ən önəmli məsləhətim odur ki, araşdırmağa bir il əvvəldən özünüz başlayın. Hansı ölkə, hansı universitet, hansı ixtisas, hansı şəhər, hansı təqaüdlər var, alternativlər nələrdir? Bunların hamısını özünüz araşdırın. İndi isə başlayaq. Mövzumuz İtaliya olduğu üçün İtaliyadan danışacağam. Niyə İtaliyanı seçmişəm? 3 önəmli səbəb. Birinci səbəb odur ki, üzrə oxumaq istədiyim ixtisas üzrə, hansı ki Renewable Energy. Çoxlu ingilis dilində proqramlar var idi. İkincisi təqaüd sistemidir. Bu mənim üçün çox böyük üstünlük idi. Çünki universitetlərin illiyi burada 500-3000 evro arası dəyişir. Amma regional təqaüd alırsınızsa, siz universitet illiyi ödəmirsiniz və illik ekstrada təqaüd alırsınız. Üçüncü səbəb isə biraz personal səbəbdir. Mən İtaliyanı ölkə olaraq çox sevirəm və kültürünü çox sevirəm. İtaliyada gəziləsi yerlər ekstra boldur. Yəni gəzmək istəyirsənsə İtaliyaya gəl. Deməli, universitet seçimi necə oldu? Buranın önəmli, mən deyərdim ki, 6 dənə universiteti var. Politecnico di Milano, Politecnico di Torino, University of Padua, University of Bologna, Sapienza University of Rome, University of Pisa. Əgər regional təqaüddən yararlanmaq istəyirsinizsə, daha çox dövlət universitetlərinə üstünlük verməlisiniz. Bu arada bakalavr və magistr proqramlarının qəbul tələbləri fərqli olur. Ona görə mütləq universitetin rəsmi saytına baxın. Universitetləri müqayisə eləmək üçün QC və ya Times Higher Education saytında müqayisə eləyə bilərsiniz reytinqləri. Amma mənə görə çox da önəmli deyil. Yəni önəmi var, amma yenə də əsas universitetin kurikulumudur. Hansı fənləri keçəcəksiniz, sizin ürəyinizcədirmi? Əvvəlcədən araşdırın, baxın, görün nə fənlər keçirilir universitetdə. Müraciət üçün hansı sənədlər tələb olunur? Birincisi diplom, ən önəmlisi transkript, pasport, CV, motivasiya məktubu, tövsiyə məktubu, professorlarla aranızı yaxşı tutun. Yəni çalışın ki, adlı sanlı professor sizə tövsiyə məktubu yazsın və ya oxuduğunuz müddətcə internship eləmisinizsə, internship elədiyiniz yerdə hansısa bir mühəndis və s. sizin üçün
tövsiyə məktubu yaza bilər. Əgər proqram ingilis dilindədirsə, adətən IELTS lazım olur, TOEFL da ola bilər. Amma bəzi universitetlərdə, misal üçün magistraturaya müraciət edirsinizsə və bakalavr təhsiliniz ingilis dilində olubsa, bu belə bəs edə bilər. Sadəcə universitetlə dəqiqləşdirmə lazımdır. Bunu təsdiq edən sənəd lazımdır sizə öz universitetinizdən. Bu qədər. Əgər italyan dilindədirsə proqram, CILS, CELIP və PLIDA kimi sertifikatlar tələb olunur. İndi isə ən çox maraq doğuran hissəyə keçək, regional təqaüdlər. DSU. Burada vacib məqam odur ki, hər regionun öz sistemi var. Məsələn, mən Padovada oxuyurdum. Padova Veneto regionunda yerləşir və müraciət üçün fərqli portal olur, fərqli sənədlər tələb oluna bilər. Sapienza Universiteti isə Lazio regionunda yerləşir. Onun da portalı fərqlidir və tələb olunan sənədlər də fərqli ola bilər. Amma ümumilikdə sizdən bunlar tələb olunur. Ailə tərkibi haqqında arayış, ailə üzvlərinin gəlirini göstərən sənədlər. Bu halda valideynləriniz, bacınız, qardaşınız iş yerindən maaşını göstərən sənəd almalıdır və ya işsizdirsə, DOST xidmətinə yaxınlaşıb işsizliyi haqqında arayış almalıdır. Bir də daşınmaz əmlak barədə arayış. Bu sənədlər hamısı tərcümə, notarial təsdiq və apostil olunmalıdır. Sonra isə sistemə yüklənilir o həmin portala və sizin isə hesablanılır. Məhz buna əsasən sizin təqaüd alıb almayacağınıza qərar verilir. Mən oxuyanda illik təqaüd 7000 idi, 7000 evro və bunu 2 hissəyə bölürdülər. Birinci hissəni pay semestrində, ikinci hissəni isə yaz semestrinin əvvəlində verirdilər. Yəni təqaüd alırsınızsa, bu o deməkdir ki, siz universitetin illiyindən də azad olursunuz. Universitetin yeməkxanası da olur. Yeməkxanadan güzəştli və ya pulsuz istifadə edə bilərsiniz. Bir də bununla bərabər yataqxanaya da müraciət edə bilərsiniz. Bəzi universitetlərin Merit və Excellence Scholarship proqramları da olur. Bunlar regional təqaüddən fərqlidir. Şərtləri və müraciət tarixləri universitetdən universitetə dəyişir. Ona görə mütləq şəkildə müraciət edəcəyiniz universitetin rəsmi veb-saytından araşdırın bunu. Yataqxana ilə bağlı mən özüm şəxsən yataqxanaya müraciət eləməmişəm. Amma bildiyim qədərilə sadəcə yerlər məhdud olduğu üçün ilk ili çox vaxtı heç kim yataqxana qazanmır. Daha çox ikinci, üçüncü il tələbələri qazanır yataqxananı. Viza məsələsi. Universitetə qəbul aldıqdan sonra başladığınız mərhələ viza mərhələsidir. Mənim müraciət elədiyim ildə əslində viza almaq çətin idi. Biraz belə deyim, şans məsələsi idi həmin vaxtda. Amma ümumilikdə önəmli olan sənədlər hansılardır? Universitetdən qəbul məktubunuz olmalıdır. University portalından pre-enrollment sənədi, D tipi viza anketi, pasport, doğum haqqında şəhadətnamə, diplom və transkript, IELTS və ya TOEFL və ya ingilis dilində təhsil aldığınızı sübut edən sənəd, ailənin maliyyə vəziyyətini göstərən sənədlər, bu bank çıxarışları ola bilər və maaşlar ola bilər və s. Yaşayış yerini təsdiq edən sənəd, yəni İtaliyaya gedəndə harda qalacaqsınız, onu göstərən sənəd lazımdır. Tibbi sığorta. Tibbi sığortanı mən tövsiyə eləyərdim ki, bir illik alasınız. Bir də aviabilet rezervasiyası. Sizin adınıza bank hesabı olmalıdır və o bank hesabında bir miqdar pul göstərməlisiniz. Bəzən tələblər arasında olmaya bilər, amma yaxşı olar ki, adınıza hesab olsun, o hesabda bir miqdar pul olsun. Bu hardasa 5000-6000 evro arası bir miqdar olmalıdır. Bir də ən çox verilən suallardan biri odur ki, təxminən nə qədər aylıq xərc çıxır. Belə deyim, qaldığınız yerdən çox şey asılıdır. Yataqxana udmusunuzsa, daha az xərc çıxa bilər, ya da double roomda qalırsınızsa, daha az olur rent. Belə deyək də, sadəcə qaldığınız yeri rent eləmək üçün 250 evro və 800 evro arası dəyişə bilər. Yəni artığı da ola bilər, sadəcə sizin komfortunuzdan asılıdır, necə bir yerdə yaşamaq istədiyinizdən asılıdır. Və çox vaxtı kiralananda evi kiralamırsınız, evin otaqları olur və hər otağı bir tələbəyə verirlər. Ən yaxşı halda sadəcə 3 nəfər olacaqsınız bir apartmentdə. 7 otaqlı, 10 otaqlı evlər də olur. Üstünə market bazarlığı, transport, öz personal xərclərinizi gələndə bu hardasa, yəni belə deyim də, çox uçmadan 150-250 evro arası ola bilər. Əgər regional təqaüd alırsınızsa, universitet yeməkxanasından da yararlana bilərsiniz, hansı ki sizin bazarlıq alış-verişinizi azaldacaq. Təhsil müddəti. Bir məsələni də qeyd edeyim ki, burada istədiyiniz qədər universiteti uzada bilirsiniz. Bir neçə ekstra il belə deyim. Misal üçün magistr oxuyursunuz, proqram 2 illikdir.
Bu o demək deyil ki, siz 2 il ərzində bu proqramı bitirməlisiniz ya da universitetdən atılacaqsınız. Bu proqramı 3 ilə də bitirə bilərsiniz, 4 ilə də bitirə bilərsiniz. Sadəcə hər semestr sonu imtahanlar verirsiniz və kredit alırsınız. Bu kredit sizin həm təqaüdünüz üçün, həm də ki yataqxananız üçün çox önəmlidir. Bir də oturum izniniz üçün də önəmlidir. Çünki 1 il ərzində vizanız olacaq. 1 il sonunda isə bu vizanı oturum izninə dəyişməlisiniz. Yəni dəyişmə prosesini 1 il əvvəldən başlamalısınız. Bu ayrı videonun mövzusu ola bilər. Sadəcə siz təqaüdü 3-cü ildən sonra ala bilmirsiniz. O halda siz özünüz özünüzə sponsorluq eləməli olacaqsınız. Həm universitet illiyini, həm də ki aylıq xərclərə. Niyə önəmlidir bu kreditlər? Çünki minimum miqdarı toplamalısınız. Hansı ki 30 kredit ola bilər, 20 kredit ola bilər. Yəni regiondan, universitetdən çox şeydən asılıdır. Yəni il ərzində kifayət qədər fənni keçməmisinizsə, gələn il üçün təqaüdünüzü itirə bilərsiniz. Krediti qarşılamırsınızsa. Bu yataqxana üçün də keçərlidir. Danışacaqlarım bu qədər idi. Bu arada əgər danışdıqlarımla bağlı hansısa detallı informasiya istəyirsinizsə, bununla bağlı ayrıca video da çəkə bilərəm. Viza müraciətində olan detallar, gələcəkdə artıq İtaliyada yaşamaq başlayandan sonra buradakı oturum izninə necə müraciət etmək lazımdır, hansı sənədlər lazım olur, İtalyanların haqlarından necə gəlmək olar. Bu haqqda da videolar çəkə bilərəm. Fikirlərinizi gözləyirəm. Aşağıda qeyd edin. Ümid edirəm bu video İtaliyada təhsil almaq istəyən hər kəs üçün faydalı oldu. Əgər sualınız varsa şərhlərə yazın. Bacardığım qədər hamısını cavablandırmağa çalışacağam. Əgər video xoşunuza gəldisə bəyənməyi və abunə olmağı unutmayın. Ciao ciao.